gündəlik vərdişlərimizi dəyişməklə elektrik enerjisinə qənaət edə bilərik. Kiçik ekranlı televizorlara üstünlük verək. Televizorun kontrast parametrlərini çox artırmayaq. Televizor, multimedia və oyun sistemlərini gözləmə rejimində saxlamayaq. Əsas düymədən tam söndürək. İstifadə etmədikdə modem və peyk qəbul edicilərini işlək vəziyyətdə saxlamayaq. Söndürmə düyməsi olan uzatma kabellərindən istifadə edək. İstifadədən sonra şarj cihazlarını elektrik yuvasında saxlamayaq. Təbiəti sevək, israfa yox deyək.